Hər vaxtınız xeyir olsun uşaqlar. İkinci videonu çəkirəm. İkinci hissəni. Birincidə nə danışmışam heç ağlımda deyil. Həyəcandan bilmirəm nə edeyim. Aha, indi gəlin tekstimizi tez bazar oxuyaq. Burada deyir ki, Vincent van Gogh bir Alman rəssamı, həmçinin dünyanın, yəni bütün zamanların ən məşhur rəssamlarından biri idi. O 6 uşaqlı ailənin ən böyük uşağı idi və Niderlandda böyüyüb başa çatmışdı. Daha sonralar o Londonda və Parisdə işləmişdi ki, hansı ki burada müxtəlif sənət sərgilərinə qoşulmuşdu. Bu onun istedadını inkişaf elətdirmişdi. O Rembrandt və Frans kimi sənətkarların işlərinə heyranlığını göstərirdi. Van Gogh'un rəssamlıq karyerası 1880-ci ildə başlayıbdı və sadəcə 10 il, decade 10 illik deməkdir, 10 il davam edibdi. Onun əsərləri əsasən sosial problemlərdən ilhamlanırdı və daha çox yaş sakinlərin çətinliklərini əks etdirirdi. Onun rəssamlıq anlayışı sürətlə inkişaf edirdi. O qardaşına öz əsəri Branch of an Almond Tree in Blossom haqqında yazmışdı və izah etmişdi ki, o əsəri bu necə də Yapon sənətindən, incə sənətindən təsirlənibdi. Van Gogh həmçinin əsərlərində qara rəngi istifadə etmədən qaranlığı göstərməyi çox sevirdi. Yəni buna çox maraq duyurdu. Onun Cafe Terrace at Night əsərində ancaq göy, yaşıl və bənövşəyi rəngi istifadə edibdi qara rəngin əvəzinə. O qardaşı Teoya olan məktubunda qeyd edirdi ki, deməli bu yeni metoduna razılığını ifadə edirdi bu məktubda. Bir neçə bu sadəcə çoxlu əsərlərinə baxmayaraq o uyğun bir yer tapmağa çətinlik çəkirdi ki, bunları sərgiləsin. Onun əsərləri öz həyatda ikən hələ məlum deyildi, yəni tanınmırdı o qədər də. O ölümündən sonra məşhurlaşdı bunun əsərləri və satış rekordları qırırdı. İndi gəlin suallarımıza baxaq. 23-də bizdən düzgün cümləni istəyir. Burada nə olacaq? Van Gogh deməli, youngest deyildi. Yaşayarkən satılmamışdı. Yox, qardaşına Yaponiyadakı həyat haqqında yazmamışdı. Deməli, baxmayaraq ki, onun bir çox əsərləri var idi, o sərgiləməkdə çətinlik çəkirdi. B bəndi düz olacaq. 24-də baxırıq ki, o qardaşına nə yazırdı? Yazırdı ki, necə fərqli rəngləri, qaranlığı ifadə etmək üçün necə fərqli rənglərdən istifadə edir. 25-də nə olacaq? Bu tekst nə haqqdadır? Məşhur Alman rəssamı haqqındadır. Bütün zamanların ən məşhuru. Van Gogh'un karyerası üçün tipik olan nə idi? O sadəcə 10 il müddətində əsərlər istifadə edibdi, qara rəng istifadə etməyibdi, az işlər görməyibdi. Onun əsas işi rezidentlərin struggle'ların, çətinliklərini ifadə edirdi. Deməli 4. 1-4 A bəndi burada düzgün cavabımız olacaq. İndi baxırıq 27-də bu motivate, inspire'dir. Bu qədər sadə bir sual salıblar. Ruçkamda yazmadı. Deməli inspire, improve'un sinonimi evolve olacaq. Yox, paragraf 1-də develop olacaq. Develop. 29-da bizdən nə istəyir? Unknown when he was alive, but they gained immense popularity. Deməli, gain yerinə nə verə bilərik? Earn, get, got, earn və yaxud da başqa şey. İndi tələsə ağlıma bunlar gəldi. Immense yerinə enormous yaza bilərik. Enormous amma nəhəng, fiziki mənada nəhəngdir. And broke sales records after his death. Okay, immense yerinə huge da yazmaq. Hələ ki enormous yazaq, başqa şey ağlıma gəlmədi. Ağlıma gəlsə rəylərdə qeyd edəcəm. Bu qədər uşaqlar. Tələsə həyəcanla bunu çəkib atıram. Ümid edirəm ki, sizin üçün ən yaxşısı olubdur. Ümid edirəm ki, siz bu nəticələrdən razı qalmısınız. Əgər hər hansı bir şəkildə narazısınızsa da sadəcə özünüzə fokuslanın. Kənar, bibi, xala, dayı, əminin söhbətini unudursuz. Kiminsə sözü sizin vecininizdə olmasın. Həyat sizin həyatınızda. Əminəm ki, əlinizdən də gələni etmisiniz. Uğurlar uşaqlar.